Azərbaycanda koronavirus pandemiyası səbəbilə 2020-ci ildə bağlanılan quru sərhədlər hələ də açılmayıb. Sonuncu dəfə Baş nazir Əli Əsədovun 18 mart 2025-ci il tarixində imzaladığı qərara əsasən ölkədə tətbiq olunan xüsusi karantin rejimi 2025-ci il 1 iyul saat 6:00-da uzadılıb. Yeni Sabah xatırladı ki, daha əvvəl quru sərhədlərin aprel ayında açılacağı ilə bağlı xəbərlər yayılsa da, bu öz təsdiqini tapmayıb. Cari ili fevral ayında isə Azərbaycan və Gürcüstan arasında sərnişin qatarlarının hərəkətinin bərpa olunacağı tarix açıqlanıb. Gürcüstanın İqtisadiyyat Nazirliyinin məlumatına görə Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarlar mayın 1-dən yenidən fəaliyyət göstərəcək. Qeyd edək ki, bu məsələ cari il fevralın 19-da Gürcüstan Baş nazirinin birinci müavini İqtisadiyyat və Davamlı İnkişaf naziri Levan Davitaşvili ilə Gürcüstanda səfərdə olan Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev arasında müzakirə olunub. Qeyd Bakı-Tbilisi-Bakı qatarının hərəkətə başlaması Azərbaycanın quru sərhədlərinin açılması məsələsini yenidən gündəmə gətirib. Rəsmilər bundan əvvəl sərhədlərin təhlükəsizlik səbəbindən bağlı qaldığını açıqlayıb. Ekspertlərin fikrincə Bakı-Tbilisi-Bakı qatarının hərəkətə başlaması Gürcüstanla quru sərhədləri tam açılacağı anlamına gəlmir. Ancaq yay mövsümündən başlayaraq bu prosesə yenidən baxıla bilər. Deyilir ki, təhlükəsizlik tədbirləri davam edir və regionda sabitlik təmin edilərsə, tədricən sərhədlərin açılması mümkündür. Rəsmi Bakı fevral ayında Gürcüstanın İqtisadiyyat Nazirliyinin məlumatına münasibət bildirməmişdi. Hazırda da sözü gedən tarixə bir həftə müddət qalmasına baxmayaraq ictimaiyyətə məsələ ilə bağlı rəsmi məlumat verilməyib. Əlavə edək ki, Bakı-Tbilisi-Bakı sərnişin qatarlarının hərəkəti 2020-ci il martın 1-də koronavirus pandemiyası səbəbindən dayandırılıb.